Güldüm birinci. Bu insan hansı ölkədə tibbi universitet bitirib? Diqqətlə baxın. Nişinin sağlamlıq sistemi. Bu kitaba tam əməl edən insan tam olaraq da sağalır. Bu dəqiqə mənim üçün xəstəliklərin adı, familiyası önəmli deyil. Heç biri. Şəkər xəstəliyi, zob xəstəliyi, ürək qan damar sistemi, xərçəng xəstəliyi, sonra prostat, nə bilim və s. Hər hansısa bir xəstəliyin adı, familiyası önəmli deyil. Bu sistemi tam olaraq kim yaşayacaqsa, tam əməl eləyəcəksə 100% sağalacaq. 50% əməl eləyəcəksə 50%, əməl eləməyəcəksə sağalmayacaq. Və Allah can sağlığı versin, Füzuli Hüseynovun fitoterapiya kursunda bitirmişəm. Yəni bitkilərlə müalicə, onu da bilirəm. Bitkilərlə müalicə və nişi sistemi birlikdə olur mükəmməl bir insan sağlamlığı üçün bir vasitə. Belə. Allah bütün xəstələrə şəfa versin. Mən belə deyim də bu elmi nişi sistemidir, Allah can sağlığı versin, Füzuli Hüseynovun kurslarını oxumamışam ki, mən hardasa işləyəm. Mən özüm üçün, ailəm üçün və bacardığım qədər insanlar üçün, insanlara məlumatlar ötürürəm ki, belə bir şeylər var, gedin sağalın. Zob xəstəliyində olan şeydir ki, mən ömürlük ona görə dərman atmalıyım. Nədir ki o? Və yaxud da ki, şəkər xəstəliyi olsun. Xeyr ola mən ölünə qədər dərman atmalıyam və yaxud da ki, insulin vurmalıyam. Niyə? Rəbbim bu bədəni elə bir sistem kimi yaradıb ki, bu özünü yeniləməyə qadirdir. Sadəcə olaraq siz düzgün qidalanmırsınız, vaxtında yatıb, vaxtında durmursunuz. Bu Rəbbimiz verən bədəni dayanmadan zəhərləyirsiniz, zərbə vurursunuz. Bax belə. Yaxşı ki, bu onkoloji xəstəlik məndə olan, bu ağciyərdə olan problem mənə gəldi. Yoxsa mən də elə vəhşi kimi nə gəldi yeyib içirdim, qısa zamanda tələf olub gedəcəkdim. Məni ayıltdı ki, ay insan, sən düzgün qidalanmırsan, sən öz bədəni yorursan, düzəlt bunları. Babasil xəstəliyi, babasilim çıxmışdı. Çatı da var idi. Nə boyda çıxmışdı, siz də mənə bağışlayın. Böyrəklərim daşla dolmuşdu. Vallahi ki, təcil yardım çağırmaqdan, pis tutub vermədən bezmişdim. Ağlım kəsəndən 36 yaşıma qədər gedən ishal. Qaraciyərim böyümüşdü, öz işini görə bilmirdi. Zob əmələ gəldim. Axırda da gəldi, çıxdı ağciyərdə onkoloji xəstəlik. Daha nə gəlməliydi ki? Daha nə gəlməliydi? Və mən bu kitaba əməl eləyərək, 100% əməl eləyərək, bu saydığım xəstəliklər hamısı getdi. Təbii ki, bura xalq təbabəti bitkiləri də əlavə eləmişəm. Sağalmaq üçün bəzi şeyləri. Belə. Çox sağ olun, minnətdaram. Allah bütün xəstələrə şəfa versin. Mənim yalnız fikrim, məqsədim odur ki, xalqa, millətə faydalı məlumatlar ötürüm. Onsuz gec-tez dünyadan köçüb gedəcəm. Qısa bir müddətli dünya. Yaşayacağıq və dünyadan köçüb gedəcəyik. Bacardığım qədər insanlara yardım etməyə çalışıram. Təbii ki, mən təkəm. Yəni, gücüm yetdiyi qədər. Bu boyda insanlar mənim üstümə gəlir. Vallahi mən də təkəm. Mənim də düzgün qidalanma, sağlam həyat tərzim var. Yatmaq, vaxtında yatıb, vaxtında dururam. Mənim meyvə şirələrim var, tərəvəz şirələrim var. Səhər axşam mən isti soyuq su terapiyası eləyirəm. Səhər axşam nişinin idmanlarını eləyirəm. Bunlar hamısı vaxt. Belə, mən Allah üçün cəm olaraq video çəkib paylaşıram ki, insanlar görsün və götürsün eləsin, mənim üzərimə gəlməsin. Mənim üstümə gəlməyən nə qədər insan var ki, şəfasını tapıb, xahiş edirəm, burada da yorumlarda yazar. Bax, onkoloji xəstələrə qədər var sağalan. Onkoloji xəstələrə qədər. Mədə-bağırsaq sistemindən sağalan kim, zobdan sağalan kim, prostatdan sağalan kim, nə bilim, o qədər şeylərdən sağalan var ki. Belə, sağ olun, minnətdaram.